çək çəkdirmək istəyənlər yaxınlaşa bilərlər. Tamam. Uşaqlar, bugün tədbirimizdə ayın 17-sidir. Bugün bəli, Novruz tədbiridir. Və mən gəlmişəm. Arşın mallar rəqsini oynadım. Nəsə belə uşaqlar. Demən Bahar qızım. Apardınız. Yəni ikimiz apardıq oradan. Instagramda verəcək. Mən də videolar çəkirəm. Takip at uşaqlar. Mən də takip at bu arada. Nasıl ya? Belə hazırlaşmışdım, bir şey kombin falan da eləmişdim. Amma dedilər ki, aparıcılar da, oxuyanlar da hamısı yəni milli paltar geyinməlidir. O yüzden məcbur milli paltar geyindik. Yan sözü kabul verirler. Neden morguda aldı sazın eline, boy boyladı, soy soyladı. Uşaqlar, gəldik bura. İndi gözləyirik ki, tədbir başlasın. Bahar kızımız mənim. Görün necə gözələm. Murat Saçmanoğlu. Yerdə gül çiçək, dost deyirlər bizim yurda qonaq gəl deyir. Vətən mülkü başdan başa al əlvan geyir. Sular, hamısı yazın gəlişi ilə əriməyə başlayır. Bəli, odlar yurdu Azərbaycanımıza bahar gəlib. Onun ilıq nəfəsi ilə oyanan təbiət yenidən yaşıl libasına bürünür. Bugün ölkənin hər yerində baharın gəlişini, qədim el bayramımız olan Novruzu qeyd edir. Bir xalqı məhv eləmək üçün onun mənliyini, kimliyini, adətlərini məhv eləmək kifayətdir deyirlər. Biz isə buna imkan vermədik.
Dədə Qorqudun saqqası sağlı uşaqlar. Və Bahar qızımız. Sönmüş bir halda. Neyse, məncə yaxşı oldu uşaqlar bu arada. Gəzin. Neyse, olar sağ şəhər, sifat. Çəkmə var. Nəsə bu uşaqlar. Xanım. Rövşanə. Niyə bu qədər? O qədər çək. YouTube'a salamdır. Niyə kimi yox? Neyse, xalım uşaqlar sevmiş oldu. Mən bir çəkmədim. Mən səhv başlayım. Evet, qabaqdakı başa düşdü. Arkadakı nə üçün? Orası. Rövşən idarə edici qurğu apardı bizi. Qələbə 2 kilometr var. Neyse, belə. Uşaqlar. Düşmüşsün. Bu ikisi bizim qarşıda yəni. Sevgi dondurmaları. Eşsiz mutluluğa erişmenin adeta muazzam bir yolu. Sevgi. Yaşda da. Salam. Boynu çox uzundur. Rahat və qəşəng. Halda qəşəng. Tədbirə gedirmişəm. Video çəkik. Bir dənə çəkəcəm, sonra da video. Elxan, sən fotoğrafını da Canlı da, canlı. Demək uşaqlar, axır ki 2 aydır, hətta 3 aydır planlaşdırdığımız o gəzməyə gedir. Uşaqlar, dünənlər TikTok'a bir dənə video atmışam. Baxın, neçə saat əvvəldə, yəni bir gün qabaq daha doğrusu. Hə, dünən atmışam. 60.000 izlənmə gəlib. Yəni çox süper tutub da video. Neyse, gedin, siz də takip atın, tez. Mən influencer edin uşaqlar. 66.000 Bura, bəli. Uşaqlar, bəli, bizi görmək istəsəniz, gəlin. Bəli. influencerımız da buradadır. Bəli, şəkil çəkdirmək istəyənlər yaxınlaşa bilərlər. Tamam, Allah haqqı. uşaqlar, Novruz bayramı gəlib. Mən hələ yeni il vlogumu, yəni eləməmişəm, yükləməmişəm. Allah uşaqlar, vaxtım olmur. Allah haqqı vaxtım olmur. Asana gedirəm, Asandan gəlib evə dərs keçirəm. Uşaqlar, baxın, Sumqayıtımız, gözəl Sumqayıtımız. Demək, vasitə sağ olsun. Orxan. Şivan, bayaqdan daşıyıb qalıb, belə ona baxmayın. Hayalim üç kelime, o da şöyle evli mutlu çocuklu. Ölürler uşaklar, ölürler korkudan. Görmediğinize bakın. Deməli uşaqlar, qızlar oturmuşdu, onlar qorxdular, düşdülər, dayandıqlar. Bu şeylərdə elə bilirlər ki, dayandı qutardı, açdılar dəmiri. Qalıblar indi oradaca elə ki, necə bağlayan. Hadi bu da mı oturdu? Dur değiştirdiler ha. Bağladılar. Şeyler. Allah Allah Allah.
Salam uşaqlar. Yenə Asanday bugün təlimimiz var. Sonuncu təlimimizdir. Nəsə də Aryana xanım. Rəfiqə. Salam. Hə, nəsə belə. Siz necə universitet oxuyan tələbələrə müraciət edirəm. Birdən qaza gəlirsiniz ki, özünü inkişaf etdirəcəksiniz. ilə birlikdə nədir? Universitetdən bir yerdə bu heç yetmir. Dərslərin başını kümlü şəkildə buraxırsınız. Yəni biz buraxmışıq. İndi ilin axırında Mənim ikinci semestrim mən biabırçılıqdır. Həm qərb barəsində, həm də şey barəsində, yəni dərs oxumaq barəsində. Necə olar gəlirlər, sağ olun mən. görmədən bağlayın.